Salam, biologiya test toplusu, dim test toplusu birinci hissədə. Əvvəlinci mövzular arası əlaqədir bitkilər haqqında olan. Ondan sonra isə, yəni bu bitkilər tamamlandıqdan sonra olmalıdır. Ondan sonra isə ən birinci mövzu vegetativ orqanlardır və vegetativ orqanlarda burada mündəricat hissəyə baxırıq. 7-ci sinif kitabıdır, 7-ci sinif dərsliyi. Burada kök, gövdə, yarpaq, buralar hamısı götürülür. Səhifə 54-də artıq çiçək və onun quruluşu başlayır. Ona kimi hamısı vegetativ orqanlar işləmədən əvvəl öyrənilməsi lazım olanlardır. İndi isə birinci mövzudan başlayıram. Biologiya nəyi öyrənir? Əvvəlcə girişdən başlayaq. Biologiya nəyi öyrənir? Həyat nədir? Canlılarla cansızlar arasında hansı fərqlər var? Yer kürəsində nə qədər canlı var? Onlar oxşar yoxsa bir-birindən fərqlidirmi? Bu canlılar necə fəaliyyət göstərir? İndi yəni bu dərs boyunca bu suallara cavab tapırıq. Biologiya Yunanca bios və logos sözlərindən götürülüb. Bios həyat, logos elm deməkdir. Və burada canlıların özü və onların həyatı prosesləri öyrənilir. Canlıların quruluşu, funksiyaları, oxşar və fərqli cəhətləri, yaşadıkları mühitlə və bir-biri ilə qarşılıqlı əlaqəsi, yayılması, fərdi və tarixi inkişafı öyrənilir. Və biologiyada işləyən alimə, yəni canlıları öyrənən alimə bioloq deyilir. Burada birinci Robert Hooke'un adını görürük. Robert Hooke 1635-1703-cü illərdə yaşamışdı. İlk dəfə hüceyrə anlayışını istifadə etmişdi. Robert Hooke ilk dəfə cansız hüceyrəni kəşf etmişdi. Ağacın mantar hüceyrəsinə baxaraq, ağacın mantar hissəsini götürüb və ona baxıb, orada cansız ölü mantar hüceyrələrini görüb. Yəni ilk dəfə cansız hüceyrəni Robert Hooke kəşf etmişdi. Antoine van Leeuwenhoek isə ilk dəfə canlı hüceyrəni kəşf etmişdir və onları animalculus adlandırmışdı. Yəni kiçik heyvancıqlar. Çünki o şirin su hövzəsindən götürdüyü, yəni şirin su hövzəsindən götürdüyü maddəni, şirin suyu mikroskop altına qoymuşdu, öz hazırladığı mikroskopa və orada baxıb kiçik heyvancıqlar adlandırdığı bir hüceyrəliləri görmüşdü. Və ilk təkmil mikroskop dedikdə Antoine van Leeuwenhoek götürürük. Amma ilk mikroskopu kim kəşf eləmişdi? Zaxari Yansi qardaşlar. Sonra isə gəlir Schleiden və Schwann. Matthias Schleiden 1804-1881-ci illərdə yaşamışdı. Bitkilərin ən kiçik quruluş vahidinin hüceyrə olduğunu qeyd etmişdi. Schwann isə heyvanların ən kiçik quruluş vahidinin hüceyrə olduğunu qeyd etmişdi. Theodor Schwann 1810-1882-ci illərdə yaşamışdı. Və biz Schwann-Schleideni hüceyrə nəzəriyyəsindən tanıyırıq. Sonra isə Darwin gəlir. Darwini təkamülə dair təsəvvürlərin formalaşmasından tanıyırıq. Və o ilk dəfə demişdi ki, canlıların əcdadları ortaqdır. Yəni canlılar ortaq əcdaddan əmələ gəlmişdi. Sonra Gregor Mendel genetikada əsas töhfələr vermişdi. Onun təcrübəsi var idi noxud üzərində. Burada irsiyyət haqqında təsəvvürlərin inkişafında əsas rol oynamışdı. Sonra Francis Crick 1916-2004-cü illərdə yaşamışdı. Burada olanlardan nisbətən daha indiki dövrümüzə, müasir dövrə yaxındır. James Watsonla birlikdə DNT molekulunun iki zəncirli spiral quruluş modelini təklif etmişdi. James Watson isə 1928-ci ildə doğulub, ölüm ili yazılmayıb, yəqin ki, hələ də yaşayır. Allah uzun ömür versin. İndi isə bu alimlər haqqında oxuduğumuz hissədən yadda saxlamaq üçün bəzi şeylərə baxaq. Məsələn, burada
görürük ki, Şivanın adı nə ilə bitir? Məsələn, çox burada qarışdırılan Şleyder bitkiləri araşdırmışdı hüceyrə nəzəriyyəsində. Şivan isə daha çox heyvanları araşdırmışdı. Bunu ayırmaq üçün belə yadda saxlayırıq ki, Şivanın adındakı van ilə heyvanın ikinci hecəsində van eynidir. Belə şifrələyərək yadımızda saxlaya bilərik ki, Şivan heyvanları araşdırmışdı. Ondan sonra burada qarışdırılan nə var? Məsələn, Leeuwenhoek'un ilk təkmil mikroskopu icad etməsi və sonra bilmədiyimiz məlumat Crick və Watson'dur ki, Crick və Watson daha müasirdirlər. Onlar DNT molekulunun iki zəncirli spiral quruluş modelini təklif etmişdir. Keçim digər tərəfə. Burada təcrübə və fərziyyələr haqqında danışılır. Bax, birincidir ki, bu sol tərəfdəki sxemə baxıram. Müşahidə aparmaq, müşahidə aparırıq. Ondan sonra müşahidə apardığımız əsasında suallar veririk. Həmin sualları cavablandırmaq üçün fərziyyə irəli sürürük. Sonra fərziyyələr əsasında təxminlər irəli sürürük. Fərziyyəni yoxlamaq üçün təcrübələr aparırıq. Nəticə fərziyyəni təsdiq edirsə, hesabat hazırlayırıq. Əgər təsdiq etmirsə, yenidən fərziyyə yenilənməlidir. Yəni, yeni bir cavab tapmağa çalışmalıyıq. Sonra elm nədir? Elm təbiətdə və cəmiyyətdə baş verən hadisələri sistemli şəkildə müşahidə edib təcrübələrlə sınaqdan keçirdikdən sonra biliklərinin əldə edilməsinə, dəqiqləşdirilməsinə və yayılmasına yönəlmiş fəaliyyətdir. Bioloji mövzuları öyrənərkən əldə olunan məlumatların təbiət anlayışımızı necə dəyişdirdiyini və həyatımıza necə təsir etdiyini öyrənirik. Bioloqlar həyatı və ya canlıları necə öyrənirlər? Bioloqlar canlıların müxtəlifliyini öyrənmək üçün fərqli üsullardan istifadə edirlər. Onlar duyğu orqanları və ya ölçmə alətləri ilə müşahidələr aparırlar. Müşahidə hadisənin gerçəkləşdiyi təbii mühitdə və ya laboratoriyada eyni hadisənin sadələşdirilmiş modeli üzərində aparıla bilər. Yalnız duyğu orqanları ilə aparılan müşahidələrdə nəticələr tam dəqiq olmur. Amma ki, ölçmə alətləri ilə apardığımız təcrübələrdə isə daha dəqiq nəticələr olur. Məsələn, burada da misal göstərilmişdir ki, desək, palıd ağacı ucadır. Bu nə olur? Düzgün bir fərziyyədir, amma dəqiq deyil. Əgər desək ki, palıd ağacı hündürlüyü 25 metrdir, artıq burada ölçmə alətindən istifadə olunub və daha dəqiq bir məlumat verilir. Tədqiqatın aparılması üçün araşdırılacaq problemin aydın şəkildə ifadə edilməsi çox vacibdir. Çünki problemi bilmədən onu həll edə bilmərik. Bunun üçün müşahidələr aparılır və əvvəlki tədqiqatlar təhlil olunur. Məsələn, suyun bitkilərin böyüməsinə təsirini öyrənmək istəyirsiniz. Müşahidələrinizi apardıqdan sonra sualınız belə ola bilər. Bitkilərin böyüməsi üçün suya ehtiyac varmı? Bitkilərə su verməsək nə olar? Müşahidələr nəticəsində yeni suallar meydana çıxarsa, o zaman bu sualları cavablandırmaq üçün əlavə müşahidələr aparılır. Bu proses sayəsində problemin həllinə kömək edə biləcək fərziyyə formalaşdırılır. Fərziyyənin doğruluğunu araşdırmaq üçün bu fərziyyəyə dair təxminlər irəli sürülür. Məsələn, A bakteriyası K xəstəliyinə səbəb olur dedikdən sonra deyirik ki, kimdəsə K xəstəliyi varsa, deməli onda A bakteriyası ola bilər. Bu təxmini irəli sürürük. O hissə də buradadır. Sonra fərziyyənin doğruluğunu yoxlamaq üçün təcrübələr aparılır. Təcrübə əvvəlcədən planlaşdırılır. Plan aydın şəkildə tərtib olunmalı, düzgün seçilmiş üsul, ləvazimat və cihazlardan istifadə edərək ardıcıllıqla həyata keçirilməlidir. Təcrübə zamanı sərbəst və asılı dəyişəni müəyyən etmək vacibdir. Məsələn, suyun bitkinin böyüməsinə təsiri araşdırılarkən bütün digər şərtlər, məsələn, bitki, işıq, torpağın miqdarı və tərkibi zaman sabit saxlanılır və suyun miqdarı dəyişilir. Mən bunu daha qısa şəkildə deyim ki, ümumiyyətlə, sərbəst dəyişən nədir, asılı dəyişən nədir, sabit dəyişən nədir? Sərbəst dəyişən odur ki, bu ümumiyyətlə hər hansı bir təcrübədə olan proseslərdir. Təcrübədə sərbəst dəyişən təcrübəni aparan şəxsin
Hansı amilin təsirini yoxlamaq üçün? Məsələn, dedik ki, bayaq nə idi? Suyun bitkiyə təsirini yoxlamaq üçün suyu azalır, artırır. Həmin amilin təsirini yoxlamaq üçün dəyişdirdiyi bir amildir. Sərbəst dəyişən. Təcrübəçinin qəsdən dəyişdirdiyi. Asılı dəyişən isə nəticədir. Asılı dəyişən sərbəst dəyişəndən asılıdır və axırdakı nəticədir. Məsələn, bitki sağ qaldı, bitki öldü və yaxud da bitki zəiflədi, bitki normaldır. Sabit dəyişən isə burada heç toxunulmayan bir amildir. Məsələn, təcrübə boyunca eyni qalır da, fərqi yoxdur nədir? Məsələn, tutaq ki, günəş işığı. Bir təcrübəni aparırıq, su veririk ya da vermirik, amma günəş işığı sabit qalırsa, bu burada sabit dəyişəndir. İndi isə verilən suallara baxaq. Məsələdən əvvəl bu kiçik hissəyə də baxaq. Bu paylaşım tədqiqatların nəticələrinin təkrar sınaqdan keçirilməsi, yeni problemlərin müəyyənləşdirilməsi, fərziyyələrin qurulması və tədqiqatların aparılması üçün çox əhəmiyyətlidir. Eyni müşahidələri aparan və ya eyni məlumatları tədqiq edən alimlər bir-birindən fərqli nəticələr çıxara bilərlər. Məsələn, dinozavrların nəslinin kəsilməsinin səbəbləri ilə bağlı elm aləmində gedən mübahisələr və fikir ayrılıqları var. Dinozavrların 65 milyon il əvvəl nəsli kəsildiyini bilirik. Bir qrup alimin fikrincə 65 milyon il əvvəl yerə düşən böyük bir asteroid və bu zərbənin yaratdığı şərait dinozavrların yox olmasına gətirib çıxarıb. Digər qrup alimlər isə dinozavrların nəslinin kəsilməsinə o dövrdə baş verən böyük və şiddətli vulkan püskürməsinin səbəb olduğunu iddia edirlər. Odur ki, elmdə bunun kimi mübahisə doğuran və cavab axtarılan suallar var ki, hələ də həllini gözləyir. İndi isə buradakı çalışmalara baxaq. Birinci sualda Leeuwenhoek, Schleiden, Schwann və Mendel'in biologiya inkişafında verdikləri töhfələr soruşulur. Leeuwenhoek dedik ki, ilk təkmil mikroskopu kəşf eləmişdi, ilk canlı hüceyrəni kəşf eləmişdi və onları animalkulyus adlandırmışdı. Schleiden bitki hüceyrəsinin, yəni bitkilərin ən kiçik quruluş vahidinin hüceyrə olduğunu demişdir. Schwann heyvanların ən kiçik quruluş vahidinin hüceyrə olduğunu demişdi. Mendel isə noxud üzərində apardığı təcrübələr və başqa bir çox təcrübələri və araşdırmaları ilə genetikaya böyük töhfələr vermişdi. Və bu sual bitdi. İkinci sualda elmi problemlərin həllində tədqiq olunan elmi metodun ən mühüm addımları aşağıda sxemdə göstərilmişdir. Bu ardıcıllığın düzgün olması üçün rəqəmlərdən hansı ikisinin yeri dəyişilməlidir? Birinci problem müəyyən edilməlidir. Sonra müşahidə aparılmalıdır. Hələ ki düzdür. Təcrübə aparılması isə fərziyyə irəli sürülməsindən sonra idi. Üçüncü olaraq fərziyyə irəli sürülür, sxemdə də göstərildiyi kimi. Sonra təcrübə aparılır və sonra nəticə çıxarılır. Yəni 3 ilə 4-ün yeri dəyişir. Üçüncü sualda deyir ki, bitki cücərtilərinin inkişafı aşağıda verilmiş təcrübələrlə tədqiq olunmuşdur. Görürük ki, 3 təcrübədə tək dəyişən şey torpağın növüdür. Burada çürüntülü torpaqdır, burada əhəngli torpaqdır, burada qumlu torpaqdır. Deməli, təcrübəçi nə eləyib? Təcrübəçinin sərbəst dəyişəni nədir? Bayaq dedik ki, təcrübəçinin qəsdən dəyişdiyi hansı amili dəyişir ki, onun təsirini öyrənsin. Həmin dəyişən sərbəst dəyişəndir, yəni torpağın növü. Burada da baxırıq, bir dənə C variantında sərbəst dəyişənə torpağın növü yazılıb. Sabit dəyişənə də baxırıq. Həqiqətən də minerallar 3 təcrübədə də görürük ki, minerallar dəyişməyib və gündəlik 2 litr su da dəyişməyib. Yəni sabit dəyişənə hər ikisi yazıla bilərdi. Asılı dəyişənə isə, asılı dəyişən nə idi? Nəticə. Nəticə cücərtinin inkişafı, bəli, düzdür. Biz burada cücərtinin inkişafını araşdırırıq. Və bu mövzu bitdi. Sağ olun.